Sizin soyadınızı deyin. Abbasova Səmubər. Harada işləyirsiniz? Sumqayıt şəhər Qaraqarayevadının 1 nömrəli uşaq musiqi məktəbi. Bugün burada olmanızın əsas səbəbləri nələr? İmtahanın haqsız keçirilməyi, yəni attestasiya edirlər, onu attestasiya deməyək də. Attestasiya əsasən test üsulu ilə keçirilir. Bizim tələbimiz əvvəlcədən, yəni başlamamışdan əvvəl belə idi ki, qabiliyyət imtahanı olsun, bir də test imtahanı olsun. Yəni bunun tet-a-tet olan imtahanın biz artıq bilirdik ki, məqsədi nədir? Kəsilməkdir. Yəni müəllimlərin sayını azaltmaq. Cəsarət müəllim də çıxışında bunu neçə dəfə təkrarlamışdı. Yəni sosial şəbəkələrdə də paylaşılmışdı ki, yəni müəllimlərin sayı çoxdur, onları azaltmaq istəyirik. Bilirsiniz necədir? Bir mən, yəni başqalarını demirəm, mənim kimi yüzlərlə müəllim var. Yəni uşağı olub tək yaşayan, mənim özüm yoldaşım yox, uşağım yox, tək yaşayıram. 15 ildən artıqdır şəkər xəstəsiyəm. Kirayə yaşayıram. Mənim hələ pensiyaya çıxmağıma 12 il yarım qalır. 53 yaşım var. Mən kim saxlayacaq? 500 manat maaş alıram da bu məmurlar özlərinin aldığı 2000, 3000 maaşın yanında mənim 500 manatımı çox görürlər. Attestasiya olsun təkrar. Martın 13-ü mən imtahan vermişəm. Artıq bu günləri bizə səs atıblar ki, gəlin ərizənizi yazın. Niyə? Niyə ikinci şansa yol vermirlər? Orada məktəblərdə niyə verirlər, bizə vermirlər? Biz ayrı millətik. Siz qadının, əsasən qadınlar da hərəsi bir evin xanımıdır, hərəsi bir evin başçısıdır. İşsiz qoymaqla nəyə çatırlar? Çevriliş eləmək istəyirlər. Açıq-aşkar deyirəm, əgər bu çevriliş olacaq, 400 müəllim nə deməkdir? Hələ ki 400-dür. Bunun xalq çalğısı var, bunun xoru var, bunun rayon məktəbləri var. Hələ onlar verilməyib. Hələ Abşeron, Sumqayıt, Bakı 400 müəllim kəsilib. 400 neçə dənə? Axıra hara gedir bunu? Kəsilmənin səbəbi nə göstərir? Kəsilmənin səbəbi orada düzdür. Demirəm, indi həyəcan olur, nələrsə olur. Biraz insan tutulur. Suallara cavab da verdim, cavab da vermədim. Ancaq rəylər düzgün yazılmayıb. Yazılıb ki, qismən cavab verir. Yəni yarısına cavab verdi, yarısına cavab vermədi. Yəni belə yazılıb. Ancaq 4-ü də minus yazıb. Niyə? O həmkarlar, heç həmkarlar plus yazır. Niyə 4 nəfərdən, əgər mən qismən cavab vermişəm, qismən cavab verməmişəmsə 4-ü də minus olsun? Niyə ifama axıra kimi qulaq asmadılar? Piyaninalar zay, gürulduyur. Piyanonu göstərmək olmur. İndi siz bilmərsiniz, biz o forte, piyano belə şeylər var. Yəni dinamik işarələr var. Göstərmək olmur. Stul piyaninaya uyğun deyil. Bitər düzüyə çaldıq, nəsə. Hə, qammanı, orada da qeyd edildi, qammanı çaldı. Qammanı çaldımsa, mən plüzdə fuqan çala bilməyəcəm mən. Tələbiniz nədir əsas? Tələbimiz odur ki, təkrar imtahan. Yenidən imtahan Test olmaq. üsulu ilə təkrar imtahan, hə, nəzərə alsınlar. Bir də ki, yəni qərar var, 79-cu maddə var, şəkər xəstəsi var. Yəni bunlar imtahanda iştirak edə bilmirlər. Eləməmək hüquqları var. Salırlar, sonra da əmrindən çıxardılar. Deyirlər, nəzərə alınmır. Niyə? Şəxsən mənim dərmanımı kim alacaq? Dövlət mənim şəkər, insulinimi tam ödəyə bilir? Yox. Dövlətin verdiyindən əlavə mən özüm də alıram. Etirazlarınıza nazirlikdən hansısa bir cavab gəlir mi? Hələ ki, heç bir cavab yoxdur. Deyiblər ki, xitam verilmir, ancaq bu günləri yazıblar, şöbə müdürü səs atıb ki, gəlib hamı ərizə yazsın. Biz də ki, ərizə yazmaq fikrində deyilik. Axıra kimi də gedəcək.